Salam əziz izləyicilər, zəhmət olmasa kanala abunə olun. Sizin kanala abunə olmağınız kanal üçün çox vacibdir. Bugündən sizə fərqli bilinməyən xəstəliklər haqqında qısa şəkildə məlumatlar verəcəm. Birinci xəstəlik, kornogutenium. Bir keçidən çox, bir kərkədən buynuzu kimi bir buynuzun olduğu xəstəlik. Bu buynuzlar bəzən santimetrlərlə uzanır. Buna dəri buynuzu deyilir. Tərkibi keratin adlı maddədən ibarətdir. Saç və dırnaqlar da keratindən ibarət olur. Adətən bədənin zərərli günəş şüalarına məruz qalan hissələrində əmələ gəlir. Əl, üz, baş və qulaqlarda. Simptomları qaşıntı, cilddə rəngin dəyişməsi, ziyillər, dərdə sərt qabarıq buynuzları törəmələr və s. Ən çox 1-3 sm arası buynuzlar olur. Amma bəzi hallarda buynuzlar bundan daha uzun ola bilir. Kornogutenium öz-özlüyündə bir şiş deyil. Amma bəzi hallarda müəyyən şişlərin olmasına əlaqədar buynuzlar çıxır. Bu şişlər adətən bədxəssəli olmurlar. Və sonda onu deyə bilərəm ki, Allah bizi və yaxınlarımızı bu və buna bənzər hər bir xəstəliklərdən hifz etsin və qorusun.